razıyam. Barat öz arzularına çatdı. 8-ci sinifdə oxuyanda Barat həmişə şəhid anası demişdi mənə. O arzusuna çatdı. Barat aprel döyüşlərində də iştirak eləyir. Barat aprel döyüşündən gələndə biz onun üstünə qaçanda o çox bikəf qayıtdı. Ki biz sevindik, amma o sevinmədi ki, yəni ki o zirvəyə dedi mən çata bilmədim. O zirvə mənə qismət olmadı. Amma bu 44 günlükdə öz arzuladığı arzusuna çatdı Barat. O nə arzuydu, mən özüm də bilmədim. Barat evli uşaqların içində seçilib, hər bir şeyində seçilib. Həm xasiyyətində, həm hərəkətində, həm cəldliyində, qoçaqlığında. Yəni Barat öz yaşına uyğun demək olar ki, yaşı analar üçün həmişə evladın yaşı az olur. Amma yaşına uyğun elə bil ağsaqqal olub, evimin elə bil ağsaqqal olub ki. Barat bir kəlmə sözlə hər şey yerini otuzdurub, yerbəyer eləyirdi. Həmişə də mənə amma hər şey yaxşı olacaq deyirdi. Barat qardaşımıza verilən dövlət tərəfindən hansı medallar var? Vətən uğrunda 3-cü dərəcəli, igidliyi uğrunda, Füzuli uğrunda 4 dənə ordeni var, orden medalı var. Şəhid anası olaraq şəhidimizin hansı son sözü yanınıza düşəndə göz yaşınıza hakim ola bilmişsiniz? Onun hardasa müharibəyə bir 10 gün qalmış. Mənə dediyi sözləri, çox sözləri var. O sözləri heç vaxt unuda bilmirəm. Mən hər vaxt onun yanında gələndə, o axşamlar evdə qalırdısa, onun yanında qalanda deyirdi, yox mama, mən tək yatmaq istəyirəm, amma bu 10 gündə nə vaxt evə gəldisə, mənlə yatmaq, mənlə oturmaq, mənlə durmaq istərdi. Hər şeyi mənlə bölüşürdü. Hər şey yaxşı olacaq dediyi söz bir də mənim yanımda yatanda gördüm kürəyə çıxalıb, istədim onun kürəyinin çoxlu doyunca öpüm. Bir onu özümə bağışlaya bilmirəm. Amma qıymadım. Dedim, Barat yatan uşaq deyil. Heç hər səndən belə rahat yatan deyil. Yəqin Barat yorulub. Hətta duranda üzünə zarafat elədim ki, Barat, deyəsən qocalmışsan yatan. Yaman ağır yatmışdın. O heç gözümün qabağından getmir. Heç. Gedəndə mənə həmişə gəlmə, deyəndə deyirdim, Barat, sən elə danışırsan ki, elə bil necə gözəl bir şey olacaq, toy haqqında danışırsan. Deyirdi, yox mama, məni gətirəcəklər. Məni gətirəndə, yəni məni gətirənlərə qarşı kobud hərəkət eləmə. Bir də həmişə mənə demişdi ki, heç vaxt başına qara bağlama mama. Nə başına qara bağlama, nədir kimisə yanında ağlayıb üzünü alçaltmayacaq. Həmişə başını dik tut, qüruru tut günah. Həmişə Barat o sözü demişdi, Barat bu sözünü tuta bilmədi. Bircədən o sözü, çünki ona ürək lazımdır o sözü tutmaq üçün. Amma bir gün onun mənə nə qədər acı olsa da, nə qədər dözülməz olsa da onun yoxluğu, amma bu gün mən Baratla fəxr edirəm, qürur duyuram. Necə ki, ilk döyüşə girəndə ki, mən ona, Barat, mən səninlə fəxr edirəm, mənim o sözümlə irəli getməyinlə, onun qoçaqlığına, onun qəhrəmanlığı ilə indi qürur duyuram, fəxr edirəm. Amma onun yoxluğunu qəbullanmaq çox çətindir. Hələ də gözüm qapıdadır. Hələ də saat 12 olanda, saat 8 olanda. Hələ də saat 8 olanda gözüm saatda qalır ki, bəlkə Barat gələr. Qapının açılanda elə bilirəm ki, bu dəqiqə Barat gələcək. Saat 8-dən sonra gözləyirəm, deyirəm birdən elə olurdu ki, saat 12-də gəlirdi. Deyirdim, bəlkə yolu uzaqdır, saat 12-də gələr. 12-yə qədər hələ də Baratın yolunu gözləyirəm. Baratın adına çoxlu kitablar, jurnallar, qəzetlər çıxıb. Yəni, mən onun yoxluğu ilə yox, mən onun qəhrəmanlığı ilə fəxr edirəm. Baratın bugünkü günü. Mənim belə bir qəhrəmanım var mənim. Bu telefonu Barat mənə ad günümdə almışdı. Baratın elə hayı çıxanda
Ondan sonra bu telefonu attım. İşletmedim. Dedim ben Barat'tan sonra bir de telefon işletmeyeceğim. Barat'ın öz telefonudur. Özü namaz əhliydi, Barat namaz kılanıydı. Bu son döyüşdə onun cibindən çıxanlardı. Qəpiklər də içindədir, manatlardı. Onun orden medallarını deyirsən, qadın alım, onun orden medalları. Hamısı buradadır. Bu saatı da ona Müdafiə Nazirliyi ilə veriblər. Sonradan bildim ki, bu Müdafiə Nazirliyi ilə bunun həmişə tankına görə, tankın rəllidə getdiyinə görə veriblər bunu. Bu saat həmişə işləyirdi. Bu saata həmişə iş saatı ayrı idi onun. Amma bu bunun ora-bura bir gəzməyə, toyacada gedəndə həmişə onu vururdu. Həmişə də işləyirdi. Bir gün belə qayıtdım. Dedim ki, Barat bu saat həmişə işləyir. Sən bunu həmişə belə qurqulovka eləyirsən ki, bu belə işləyir. Amma Baratın hay çıxan günü getdim. Elə bir kimsə mənə dedi, getdim saata baxdım. Baxdım, gördüm ki, saat yatdı. Onda başa düşdüm ki, Barat yoxdur. Yəni bunun nə qədər şirinliyi varsa, şirinliyi qədər də o qədər acılığı var. Barat əskəriyə getmişdi. 6 gün idi yanına getmişdi. Bu zürafəni əlində oynadı, getdi qoydu ocunun içinə. Bilmirəm, Allahdan bəndədən oldu nəysə, bunu da saxladım. Bu da qaldı belə. Bu düymələr onun 11-ci sinifin qol düymələridir. Bunlar da hamısı durur. Bu da onun. Bu da onun son zəngi kitabları, kitabçası, son zənginə aid nəyə varsa hamısı buradadır. Birdən onun nəyi varsa hamısını birər ciblərinə baxıram, deyirəm birdən Barat hardasa mənə nəsə yazıb qoymuş olar. Mənə gizli qalan sözlərim bəlkə yazar qoyar. Bugün bizim üçün ən ağır gündür. Müharibənin dəhşətli günləri, əzab-əziyyət çəkdiyimiz günlərimiz.